Nizami rayonu Heydər Əliyev prospekti ərazisindən yol nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə bugün saat 15:10 radələrində 2 nəfər hospitalizasiya olunub. Bu barədə Qafqaz İnfoya təbibdən məlumat verilib. Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. 1974-cü il təvəllüdlü şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir. Vəziyyəti stabildir. Qeyd edək ki, hadisə zamanı BYD markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maniyini dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub. Qəzaya uğrayan avtomobil Ford markalı maşının üstünə düşərək onu aşırıb. Həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.